Biz yuxuda olarkən beynimiz də bizim kimi yatmır. Əksinə aktiv şəkildə işləyir. Burada insan üçün həyati olan bəzi proseslər baş verir. Bunlardan birincisi beyin özünü toksinlərdən təmizləyir. Bu zaman beyin hüceyrələri kiçilir, maye axını sürətlənir və beyin tullantıları artır. Məsələn, Alzheimer xəstəliyinə başlanğıc verən zülallar bu prosesdə atılır. İkinci olaraq yaddaş və məlumatların möhkəmlənməsi prosesi baş verir. Belə ki, biz ümumiyyətlə gündəlik həyatımızda yaşadığımız xatirələr, öyrəndiyimiz məlumatlar biz yatarkən yenidən xatırlanır. Və bu anda həmin məlumatlar arasında məntiqi ardıcıllıq, məna bağlılıqlar yaranır və bu uzunmüddətli yaddaşa köçürülür. Məsələn, bəlkə də sizdə də baş verib, bir gün ərzində üzərində çalışdığımız mövzunu yatıb durandan sonra görürük ki, həll etmişik. Burada hipokampus, xatirə mərkəzi çox aktiv iştirak edir. Üçüncü deyə biləcəyimiz proses isə yatmaq beyni yeniləyir. Çünki beynə çox xeyirdir. Neyronlar arası əlaqəni gücləndirir. Bundan əlavə bizim immunitetimizi dəstəkləyir. Bu səbəbdəndir ki, yuxusuz insanlarda diqqət pozğunluğu, bundan başqa beyin zəifləməsi müşahidə olunur.